Tarazlıq sabitinin hesablanmasına aid bir məsələ var. 2 mol CO üstəgəl oksigen alınır buradan 2 CO2. Biz bu reaksiyanın tənliyini yazırıq. 2 CO üstəgəl O2 buradan alınır 2 mol karbon qazı və başlanğıc qatılıq, sərf olunan qatılıq, tarazlıq qatılığı bilirik ki, tarazlıq məsələlərində bu bizim köməyimizə çatacaq. Başlanğıc miqdarı CO-nun 4 moldur və molla verilib, biz buna fikir verməliyik. Oksigenin molu başlanğıcda 5 mol verilibdir və tarazlıq miqdarı ümumən CO ilə oksigenin cəmi bir yerdə 3N-dir. Hələ ki biz bilmirik nə qədər sərf olunubdur. Amma CO2-nin tarazlıq miqdarını veribdir N. Və biz də bilirik ki, əgər məhsulun tarazlıq miqdarı, tarazlıq qatılığı verilərsə, biz başlanğıc maddələrin sərf olunan qatılıqlarını və mollarını tapa bilərik. Əgər hər 2 mol karbon qazı alındıqda hər 2 mol karbon monoksid sərf olunursa, bu ikilər əmsallardan gəldi. 2 CO2 alınanda 2 CO sərf olunursa, bəs N alınanda nə qədər sərf olunar? Elə N dənəsi. Və buradan CO-nun başlanğıc miqdarı 4-dür, sərf olunan miqdarı N-dir. Deməli, tarazlıqda qalacaq 4 çıx N qədəri. Çünki başlanğıc qatılıq və ya miqdar sərf olunan qatılıq və ya miqdarla tarazlıq qatılığının və ya miqdarının cəminə bərabərdir. Və buradan N mol CO sərf olunanda oksigenin nə qədər sərf olunacaq? Hər 2 mola 1 mol nisbət oksigen girirsə, CO ilə hər N-ə də 0,5 N girəcək. Və buradan da tarazlıqda qalacaq 5 çıxılsın 0,5 N. Və bizə də şərt verir ki, CO ilə oksigenin tarazlıq miqdarlarının cəmi 3N-dir. Görürsünüz, hər ikisinə veribdim. Deməli, 4 çıx N CO-nun tarazlıq miqdarıdır. 5 çıxılsın 0,5 N oksigenin tarazlıq miqdarıdır və bunların cəmini verir bizə 3N. Və buradan da hesablama aparırıq ki, deməli, 9 çıxılsın 1,5 N bərabərdir 3N-ə, 9 bərabərdir 4,5 N və buradan N-in qiymətini tapırıq 2. N-in qiymətini 2 tapdıqdan sonra gətirib yerinə qoyacaq. Biz hələ də molları tapırıq. Burada N-in qiyməti 2 moldur, burada 4 moldur, burada da 2 moldur. Hələ ki molla işləyirik. Və həcmi 2 litr olan qabda baş verən reaksiyanın tarazlıq sabitini hesabla deyir bizə. Deməli, ümumən KT-nin düsturunu hesablasaq, KT burada, KT bərabərdir CO2-nin kvadratı, yəni tarazlıq qatılığı, məhsulun tarazlıq qatılığı əmsala yüksəldirik, kvadrat yüksəldirik 2 olduğu üçün. Aşağıda CO-nun kvadratı vurulsun C oksigen. Burada biz C-ni tapmalıyıq. C də nü böl B-yə bərabərdir axı. Biz isə məsələdə, bax bu 2-dir, 4-dür, bu 2-dir, bunları molla işləmişik. Gətir burada hər birini yerinə qoysaq, həcmi 2 litr veribdir hamısı üçün. Deməli, 2-ni 2-yə böləcəm, bunun qatılığı olacaq 1. Bax, bunun qatılığı olacaq 1. Sonra 4-ü 2-yə böləcəm, bunun qatılığı olacaq 2. Sonra 2-ni də 2-yə böləcəm, yenə də bunun qatılığı olacaq 1. Yəni, hər bir molu biz həcm 2 litrdir deyə 2-yə böldük. Və burada da gətirib yerinə qoysaq, deməli, CO2-nin 1-dir qatılığı, 1-in kvadratı bölünsün, 1-in kvadratı vur 2 üstü 1. Bu da bərabərdir 0,5. Deməli, tarazlıq sabiti 0,5-ə bərabər imiş.